Nazirlər Kabinetinin 187 nömrəli qərarının tətbiqindən bəri, yəni 2022-ci ilin 7-ci ayın 1-dən tətbiq olunur bu meyarlar. Bütün istiqamətlərdə onlayn şəkildə ərazi üzrə poliklinikalardan forma 88-lər rəsmiləşdirilir və mərkəzimiz tərəfindən qiymətləndirmə aparılır. Hal-hazırda statistik olaraq ən çox müraciət istiqaməti onkoloji xəstəliklər üzrədir. Təəssüf ki, hal-hazırda bu xəstəlik üzrə müraciətlərin sayı çoxdur. Ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən vətəndaşların sayı çoxluq təşkil edir. Digər istiqamətlərdə isə ən çox təşkil edir deməli, uşaqlarla bağlı serebral difrizlər, autistik xəstələr, əqli geriliklə bağlı əlilliyi olan şəxslərin müraciətləri üstünlük təşkil edir. Və hal-hazırda bu istiqamətdə kifayət qədər bizim geniş meyarlarımız vardır ki, istəyir yəni 1 yaşında uşaq olsun, istəyir yəni 18 yaşından böyük olsun, əgər əqli gerilik və ya autizm diaqnozu təsdiqlənirsə, belə şəxslər üçün müddətsiz əlillik təyinatı aparılır və bundan sonra onlar müvafiq sosial ödənişlərlə və reabilitasiya proqramı ilə təmin olunur. Əvvəl 413 nömrəli qərardan vətəndaşın əlillik səviyyəsində olan bir neçə xəstəlik olsa belə, onlardan daha üstün olan biri götürülür. Ancaq bugünkü 187 nömrəli qərarda vətəndaşın bir-birindən fərqli bir neçə xəstəlik əlillik səviyyəsindədirsə, bu zaman yüksək olan əlillik səbəbinin və yüksək olan faizi götürməklə digər xəstəliklərin faizi üzərinə gəlir və ümumilikdə orqanizm funksiya pozuntusu faizlə qiymətləndirilir. Yəni, vətəndaşın həm xüsusi səbəbdən, həm ümumi səbəbdən əlillik səviyyəsində xəstəliyi vardırsa, onlar hər biri toplandıqda həm ən yüksək faiz götürülür və faizin üzərinə 10% də digər xəstəliyə görə gəlir və səbəb əlaqəsi üstün olan, yəni xüsusi səbəbdən əlillik səbəbi seçilir. Bu da vətəndaşın xeyri nədir? Həm xüsusi səbəbdən prezident təqaüdü və digər ödənişlərin ödənilməsi, həm də ümumilikdə faizin yüksək olaraq vətəndaşın təminatının yüksək səviyyədə ödənilməsi ilə bağlı qəbul olunmuş çox gözəl qərardan biridir. Və əvvəlki 413 nömrəli qərardan fərqli olaraq 413 nömrəli qərarda 18 yaşına qədər uşaqların ayrıca meyarlarla, 18 yaşından böyük şəxslərdə isə yetkin şəxslər kimi ayrıca meyarlarla qiymətləndirilirdi. Hazırda isə vətəndaşın yaşından asılı olmayaraq vahid meyarlar tətbiq olunur və müddətsiz meyarların sayı əvvəlki meyarlardan dəfələrlə çoxdur. Bu da vətəndaşın ümumi sənədləşmə prosesinin, müalicə istiqamətində müraciətlərinin sayını azaldır və vətəndaş müddətsiz əlillik təyinatı aldıqdan sonra yalnız reabilitasiyasına məşğul ola bilir. Artıq 22-ci ilin 7-ci ayın 1-dən sonra müraciət olunan bütün şəxslərə tətbiq olunur. Əvvəl 413 nömrəli qərarla əlilliyi almış və əlilliyin müddəti bitmiş şəxslər də var. Orada meyarlar 5 illik və müddətsiz idi. Yəni, əvvəl əlilliyi almış 5 illik bitmiş şəxslərə artıq bütün müraciətlər 187 nömrəli qərarın tələblərinə tətbiq olunur. Ümumiyyətlə, 22-ci ilin 13 may qəbul olunmuş 187 nömrəli qərar, 413 nömrəli qərardan 5 dəfəyə yaxın meyarların sayı çoxdur. Burada adı çəkilməyən çoxsaylı xəstəliklərin adının meyarlara salınması, ayrıca onlara bəndin ayrılması və hər birinin xüsusi faizlə qiymətləndirilməsi bu vətəndaşların xeyrinə qəbul olunmuş çox böyük bir qərardır. Ancaq bu qərarın özünün də təkmilləşməsi istiqamətində hal-hazırda işləri davam etdirilir. Biz həm əlillik siyasəti şöbəsi ilə, həm Nazirlər Kabinetinə ümumilikdə yenidən 187 nömrəli qərara bir neçə dəyişikliklər və əlavələrlə bağlı təklifimizi hazırlayırıq. Bu təkliflər içərisində bəzi xəstəliklərin artıq müddətinin müddətsiz olaraq qəbul olunması, bəzi xəstəliklərin 1 illik, 2 illik faizinin 5 illiyə qədər qaldırılması və bəzi patologiyalar vardır ki, onların artıq faizini o rast gəlindiyi halda faizin artırılması, yəni xüsusi incəliklər vardır ki, bunlar praktikada üzə çıxır, vətəndaşlar müraciətlər əsasına çıxır ki, yəni belə vətəndaşlar da var. Onlar mütləq şəkildə nəzərə alınmalıdır. Və qəbul olunan bütün qərarlar vətəndaşların xeyrinə olaraq qəbul olunur. Yəni ki, hər biri vətəndaşların istiqamətində, onların xeyrinə istiqamətdə atılmış bir addımdır. İnşallah Nazirlər Kabineti tərəfindən bu qərarlarımız, bu təkliflərimiz artıq qəbul olunarsa və qanuna əlavə olunarsa, bu düşünürəm ki, vətəndaşların xeyrinə olan bir qərar olacaqdır inşallah. Və tək bu istiqamətdə yox, protez ortopedik məmulatların inkişaf etdirilməsi istiqamətində, reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi istiqamətində də hal-hazırda müvafiq işlər aparılır. Yəni, agentliyimiz daim təkmilləşmə istiqamətindədir və əlçatanlıq mövzusunda onu deyə bilərəm ki, bizim tez-tez təbib əməkdaşları ilə, onların rəsmiləri ilə
rəsmi görüşlərimiz keçirilir. Bu forma 88-lərin doldurulması, həm təbib tərəfindən sənədləşmə prosesinin asanlaşması, vətəndaşın daha az, belə deyək ki, xəstəxanaya müraciət eləyərək, daha az məkanları gəzərək vətəndaşın əlilliyini alması istiqamətində müəyyən ortaq işlərimiz aparılır. Burada elektron epikrizin hazırlanması və s. daxildir ki, bu işlər gedir və yaxın gələcəkdə daha operativ qaydada, daha proaktiv qaydada, daha səmərəli şəkildə vətəndaşlar, əlilliyi olan şəxslər rahat şəkildə əlilliyini ala biləcəklər. Yəni bu işlər həm nazirlik səviyyəsində, həm agentliyimiz səviyyəsində daim prioritet olaraq seçilir. 187 nömrəli qərarın tələblərində müddətli göstərilmiş əlillik meyarları vardır ki, bunlara 1 il, 2 il və 5 illik meyarlar aiddir. Burada həm reabilitasiya potensiallı, həm də xəstəliyin proqresivləşməsi gözlənilən bəzi xəstəliklər qrupu vardır ki, bunlara müddətlilik təyin olunur. Reabilitasiya potensiallı xəstəliklər 1 il, 2 il ərzində dinamik müşahidə olunur və əgər xəstəlikdə yaxşılaşma, müsbət dinamika və reabilitasiya, tam reabilitasiya izlənilərsə, o müddəti artıq uzadılmır. Ancaq bəzən xəstəlik vardır, misal onkoloji xəstəliklər vardır ki, burada 4-cü mərhələ istisna olmaqla digər bəndlər üçün müddətli əlillik təyinatı var. Onkoloji xəstəlik diaqnozu qoyulmuş şəxslərdə tam sağalma təbii ki, biz onu qeydə ala bilmirik. Ancaq xəstəliyin proqresivləşməsi, yayılması nəzərə aldığından 2 ildən bir dinamik müşahidə məqsədi ilə bu meyarlar 2 illik tətbiq olunur. Və əgər 2 ildən sonra yenidən vətəndaşda davam edən bir patologiya aşkarlanırsa, bu 2 il deyil, 1 il, 5 il, yəni müddəti bitmiş vətəndaşın əlilliyi müddəti bitəndən sonra yenidən onda davam edən patologiya, davam edən xəstəlik aşkarlanırsa, onun müddəti meyarlara əsasən yenidən tətbiq olunmaqla uzadılır. Amma bəzi xəstəliklər bayaq qeyd etdiyim kimi reabilitasiya potensialıdır. Bunlara dayaq hərəkət aparatının sümük patologiyanı deyə bilərik ki, məsəl üçün sınıqlar, yalançı oynaqlar bir müddətdən sonra bitişərək fəaliyyəti bərpa edə bilər. Osteomeritlər remissiya ola bilər və s. kimi. Xəstəliklər artıq bərpa olunursa, reabilitasiya olunursa, onların müddətini uzatmağa qanunla artıq əsasımız olmur və reabilitasiya olunmuş şəxslər sayılırlar. Bildiyiniz kimi, Vətən müharibəsi bitdikdən sonra 21 və 22-ci ildə artıq 413 nömrəli qərar hələ qüvvədə idi və buna görə də bəzi Vətən müharibəsi əlillərimizə 5 illik 413 nömrəli qərarın tələbindən 50 təyinatı aparılıb və bunların əksər hissəsi 2026 və 27-ci ildə müddəti bitəcək. Və bunu qeyd edə bilərəm ki, bəzi xəstəliklər, bəzi travmalar vardır ki, bunlar həm somatik, həm psixi durumdan, nevroloji durumdan asılı olan xəstəliklərə aiddir. Bunların reabilitasiya potensialı vardır. Yəni ki, baxın, istər periferik sinirlərin zədələnməsi olsun. Bunlar reabilitasiya mərkəzimizdə daim qazilərimiz özünüz də bilirsiniz ki, daim müraciət edirlər və onlar öncəlik təşkil edərək həm reabilitasiya mərkəzlərindən müalicələrini alırlar. Və zaman özü də bəzi xəstəliklər üçün təbii ki, reabilitasiya mənasını daşıyır. Nə mənada? Misal üçün, psixi xəstəliklərlə bağlı müraciət edən şəxslərdə bu post-travmatik stres pozuntusu və bunun davam edən təzahürləri ilk bir neçə il ərzində bu özünü daha çox biruzə verir. Bu, yəni, tibbi əsaslarla göstərilmiş bir şeydir. Bir neçə il ərzində daha bariz şəkildə özünü biruzə verir, amma zaman keçdikcə artıq bunun əlamətləri get-gedə sönür. Həm burada müalicənin tətbiq olunması, həm cəmiyyətə adaptasiyanın olunması, reabilitasiya olunması yəni rol oynayır. Ona görə artıq ümumilikdə 5 ili əlillik almış şəxslər 413 nömrəli qərarla yox, artıq 187 nömrəli qərarın tələblərindən qiymətləndiriləcəklər və əksəriyyəti bizim mərkəzimizdə operativ şəkildə onlayn yox, canlı şəkildə qurulmuş komissiyalar tərəfindən canlı baxış nəticəsində bu əlillikləri bir daha gözdən keçiriləcək və həqiqətən 5 ildən sonra davam edən bir patologiya vardırsa, bu mütləq şəkildə qanunvericiliyin tələblərindən yenidən tətbiq olunacaq. Amma dediyim kimi, 5 il müddəti başa çatdıqdan sonra poliklinikadan yenidən forma 88-nə müraciət edəcəklər və əyani müayinə olunduqdan sonra mərkəzimizdə bir daha qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndiriləcək. Amma əksər, misal üçün, şəxsən tanıdığım və ya bildiyim reabilitasiya olunmuş çoxsaylı qazilərimiz vardır. Yəni, əvvəlki statistikada hal-hazırda 4270 nəfərə biz ümumilikdə əlillik təyinatı aparmışıqsa, bu artıq əlilliyi bitən şəxslərin əksəriyyətində reabilitasiya potensialı olduğundan, yəni bu rəqəmlərdə dəyişmənin gözlənilməsi qanunvericiliyə əsasən gözlənilən bir şeydir. Amma hələ də davam edən bir patologiya olarsa, bu 187 nömrəli qərarın tələblərini yenidən qiymətləndiriləcək.